Haber verdiğimiz kimi Tovuz'da uzun müddet evde tek kalan körpe aşırılanı Baku TV bildirir ki hadise körpenin anası Göygöl rayon sakini 39 yaşlı Aygün Qədimovanın kiraya qaldığı mənzildə qeydə alınıb. Mən işləmirəm, evdə oluram. Ayın 17'si saat 11'den sonra evdən çıxmışam. Axşam saatlarında zəng gəldi ki, xəstəxanadadır. Şəkilini çəkib atmışdılar. Uşağı yedirdi, biçirib elə çıxmışam evdən. Ev sahibi evdə olub. İddiaları qəbul etmirəm. 4 gün deyil. Kim nə deyirsə yalan söhbətdir. Yoldaşımla rəsmi nigahım yoxdur. Başqa nigahdan 2 qızım var. O oğlandır. Qızlarım Göygöldə, bibimgilin yanındadır deyə Aygün bildirib. Daxili İşlər Nazirliyinin əməkdaşı Eşqin Qasımov isə deyib ki, Tovuz rayon polis şöbəsinin rayon ərazisindəki mənzillərdən birində azyaşlı uşağın uzun müddət valideyn nəzarətindən kənarda və qapalı qapı arxasında qalması barədə məlumat verilib. Dərhal polis əməkdaşları həmin ünvanı müəyyənləşdirib və baxış keçirib. Bu zaman 1 yaş 2 aylıq körpənin gün ərzində uzun müddət valideyn nəzarətindən kənarda qalması müəyyən olunub. Polis əməkdaşları həmin körpəni dərhal ixtisaslaşmış xəstəxanaya aparıb. Müayinə zamanı onun hər hansı bir həyat təhlükəsinin olmadığı müəyyən edilib. Uşağın anası müəyyən olunub. Hazırda araşdırmalar davam etdirilir.